Salam aleyküm, hər vaxtınız xeyir olsun. İnşallah Kia Optimadır. Pech radiatoru istilik vermir. Bir tərəfə nisbətən, sürücü tərəfə az, sağ tərəfi isə ümumiyyətcə istilik yoxdur. İndi bunun pech radiatorunu yuyub tərtəmiz təmizləyəcəyik. Temperatur 34 dərəcə, inşallah 50-yə kimi qazacaq. Ondan sonra başlayacaq pech radiatorunu təmizləməyə. Şınaqlarımızı da qoşduq. İnşallah indi başlayacaq. Bu da sistemde olan zirzibil. Demək olar ki, radiatorun 70-80% tıxanıbdır, dövriyə yoxdur. İnşallah tərtəmiz təmizləyib müştəriyə təhvil verəcək. Deməli belə işimiz yavaş-yavaş yekunlaşır. Təzyiq də demək olar ki, sıfıra düşüb. İnşallah sistem hardasa 80-90% təmizləndi. İnşallah maşın antifrizini də təzələyəcək, çünki antifrizi çox bərbad vəziyyətdədir. Antifriz də təzələyib, qışa tam hazır vəziyyətdə müştəriyə təhvil verəcək. Pech radiatoru yuyulub təmizləndi. İndi antifrizini dəyişək. Görək antifrizi necədir. Antifrizi dəyişdik və çox yuyuldu, tərtəmiz. Təzə antifriz. Demək olar ki, hazırdır. İnşallah yoxlayıb müştəriyə təhvil veriləcək.